Təsadüfi deyil, biz elə yolun bax o başında olan, o tərəfinə keçsək, sehirli məkanda yerləşən paytaxtımızın ən gəzməli, görməli məkanlarından biri İçəri şəhər haqqında söhbət açmaq istədik. Bu da təsadüfi deyil. Bəli, çünki bütün il ərzində, xüsusilə də Novruz bayramı günlərində İçəri şəhər muzey mərkəzinin xüsusi layihələri olur və bu barədə də biz əlbəttə ki, studiyamızın qonağı ilə danışacağıq, söhbət edəcəyik və onlar bir sürprizlə bizim studiyamıza gəliblər, növbəti layihələri ilə gəliblər. Bu barədə biz söhbət edəcəyik. İçəri şəhər muzey mərkəzinin direktoru, əməkdar mədəniyyət işçisi, incəsənət üzrə fəlsəfə doktoru Əminə xanım Məlikova ilə. Sabahınız xeyir olsun. Şadlıqsı görməyə, o çərşəməniz mübarək olsun. O çərşəməniz mübarək. Buyurun, əyləşin. Ürəyiniz harada istəyir, əyləşin Əminə xanım. Bəli, o mikrofon sizin üçün nəzərdə tutulmuşdu. Haqlı olaraq ona götürdünüz. Əlbəttə ki, biz qısaca da olsa bu haqda məlumat veririk. Amma tam təfərrüatı ilə sizdən eşitmək istədikdə bilirik ki, incəliklərə mütləq şəkildə nəzər salıb, tamaşaçılar da bunu söyləyəcəksiniz. Eləsi buyurun. Sabahınız xeyir olsun və salamlayıram bütün hörmətli tamaşaçılarımızı və mən təşəkkür edirəm dəvət etdiyiniz üçün bura. Və mən bugün söhbətimi Azərbaycanın unudulmaz şairi olan və bu il 125 yaşı tamam olan, İçəri şəhərdə də onun maraqlı heykəli dayanan Əliağa Vahidin sözləri ilə başlamaq istəyərdim. 100 dəfə yansaq da eşqin oduna qorxu bilmərik. Çünki diyarımız bizim odlar diyarıdır. Və mən bugün bütün odlar diyarının övladlarına salam gətirmişəm İçəri şəhər Dövlət Tarix Memarlıq Qoruğu adından və bugün o çərşənbəni biz qeyd edirik və Novruz bayramı əlbəttə ki, xalqımızın ən əziz, ən sevimli bayramlarından biridir ki, ona görə ki, yəqin ki, çünki bu bayram bizə hər il adət-ənənələrimizi yaşadır, tariximizi yaşadır və əlbəttə ki, İçəri şəhər muzey mərkəzinin də bütün ekspozisiyalarda hər zaman, siz buyurduğunuz kimi, hər zaman açıqdır bizim tamaşaçıların özünə və Novruz bayramında mütləq İçəri şəhərə gəlin və tariximizi bildə yaşayın. Bugün bizim yeni bir layihəmizi biz təqdim eləmək istəyərdik. İçəri şəhər muzey mərkəzinin Şirvanşahlar Sarayı kompleksində muzeydə yeni bir layihə baş verəcək. Hər şənbə günü gündə 3 dəfə biz qısa həcmli bir tamaşa, yəni səhnələşdirilmiş tamaşa göstərəcəyik. Şirvanşah Xəlilullah birinciyə həsr edilmiş tamaşadır. Və bu layihə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri ilə birlikdə işlədilmiş bir layihədir. Məncə çox maraqlı olacaq. Biz bilirik ki, Azərbaycan torpaqlarında qədim Şirvanşahlar dövləti 6-cı, 16-cı əsrlərdə mövcud olub və bütün İslam dünyasında ən uzun ömürlü bir dövlət idi. O dövlətdir ki, ümumi bəşəriyyətə çox milli, zəngin mədəni irs qoyub. Xalçaçılıq məktəbində, memarlıqda və dünyanın aparıcı muzeylərinə biz baş tutsaq, mütləq onların ekspozisiyalarında Şirvanşah dövlətinin irsi var. Və bizim də İçəri şəhərin ən gözəl, ən yüksək zirvəsində yerləşən əzəmətli Şirvanşahlar Sarayı 12-ci, 15-ci əsrlərdə inşa edilmiş və Şirvanşahlar Memarlıq Məktəbinin incisi sayılan Şirvanşahlar Sarayında biz fikirləşdik ki, belə bir tarixin canlanması məncə muzeyə ziyarət eləyən insanlar üçün çox maraqlı olar. Gözəl təşəbbüsdə həqiqətən də. Və bizim əməkdaşımız da süjet hazırladı həmin tamaşadan və biz bəli özümüz də seyr etdik. İndi həmin görüntülər də bəli efirdə gedir, amma canlı əlbəttə ki gələcəyin aktyorlarının bəli Mədəniyyət və İncəsənət Universitetinin tələbələrinin ifasında onu izləməyin özgə bir gözəlliyi var xüsusilə də. Sanki geriyə ekskursiya etmək üçün bizim elə bir cihazımız var və biz hazırda onu işə saldıqda artıq keçmişdəyik. Əsrlər əvvələ qayıdırıq. Buyurun, gənc istedadlar. Gəlin dostlar. Mən Şirvanşahlar Dövlətinin 35-ci hökmdarı Şeyx İbrahimin oğlu Sultan Xəlilullah 40 yaşında hakimiyyətə gələn, uşaqlığını Teymurilərlə Cəlaliləri, gəncliyini Qaraqoyunlular, Ağqoyunlular, Qızlı Orda dövlətinin arasında gedən savaşlarda ölkəsinin işğalı təhlükəsində keçirən Xəlilullah. Mən Sultan Xəlilullah savaşları, müharibələri heç vaxt sevmədim.
Hər zaman sabitlik şəraitində fürsət tapan kimi ölkəmin hər tərəfində abadlı, quruculuq işləri aparmağa çalışdım. Mən Dəmir Qapı Dərbənddən Xəzər boyu Kür çayının mənsəbinə kimi, Qərbdən Gürcüstana kimi böyük bir ərazinin memarı oldum. Şah sağ olsun. Siz vilayətin şahı, Allahın dostusuz. Gördüyünüz hər bir iş Allahın yardımı ilə baş verir. Dərbənd sizin nəzərinizlə zinətlənib. Şamaxı büsbütün Gülüstan kimi bəzənib. Ulu Tanrıdan arzum budur ki, sizə uzun ömür, salamatlıq bəxş etsin. Siz şahlıq taxtının tacdarı, Şirvanşahların başının tacısınız. Mən sonraki nəsillər üçün filosof, 40 il bu sarayda yaşamış, sultanının vəfatından sonra bu həyatda yaşamağı özünə ar bilmiş, Şirvanşah Xəlilullahın can dostu, saray alimi Seyid Yəhya Bakovi. Atam Şeyx İbrahimin Teymurilərlə dostluq münasibətinin nəticəsidir ki, Sultan Şahrux bizə etimad göstərərək Miranşahın nəvəsi, bu gözəl xanım Xanıçə Sultanı mənə bəxş etdi. Şahım, mən bura gəlməmişdən öncə Ulu babam Əmir Teymur Azərbaycandan çox söhbət açar. Şirvani çiçəklənən bir diyar kimi tərif edərdi. Mənim qəlbimdə hər zaman bu torpaqları görə bilmə işğal oğlanırdı. Ulu Tanrıdan arzum budur ki, sizə uzun ömür salamatlıq bəxş etsin. Şahım, yeni doğulmuş şəhzadəmizə ad qoymağı düşünmüsünüzmü? Gözəl sultanım, qoy şəhzadəmizin adı Fərrux Yasar olsun. Əmr edirəm, onun adına xütbələr oxunsun, sikkələr zərb olunsun. Qoy tarix 1441-ci ilin yeni Şirvan hökümdarının gəlişini müjdəsi kimi yazsın. Ulu babam Heysam ibn Xalid, Şirvanşahlar dövlətinin yaradıcısı. Atam Şeyx İbrahim, Şirvanşahlar dövlətinin ən qüdrətli hökümdarı. Mən Xəlilullah, Şirvanşahlar dövlətinin memarı kimi tarixə düşəcəm. Qoy oğlum Fərrux Yasar da bu dövlətin qoruyucusu olsun. Biz adını gözləyirdik və bir anda belə Berlin 41-ci ilə ekskurs etdik və çox inandırıcı idi. Minnətdarıq. Buyurun, yaxın gəlin. Əlbəttə, sizin də deməyə sözləriniz var. Buyurun, biz ayaq üstə durarıq. Artıq işinizin öhdəsindən bəli, siz məharətlə gəldiniz. Əsas körpədə müğayət olunanı. Gəlin. Özünüzü təqdim edin. Buyurun, əyləşin. Orada əyləşə bilərsiniz, narahat olmayın. Özünüzü təqdim edin. Əvvəla hər birinizi salamlayıram. O çərşənbəsi münasibəti ilə də hər birinizin bayramını təbrik edirəm. Mən özüm İncəsənət, Mədəniyyət və İncəsənət Universitetinin 2-ci kurs tələbəsi Əlizadə Firudin. İndi hansına inanaq? Bayaq dediyinizə yoxsa indi dediyinizə? Necə istəyirsiniz? Bunlar da qrup yoldaşlarım. İndi özlərini təqdim edəcəklər. Biz bu layihəyə başlayanda çox böyük həvəslə başladıq. Çox böyük nailiyyətlər inşallah gözləyirik. Həm özümüzdən, həm Şirvanşahlar Sarayından. İnşallah da bunları əldə edəcəyik. Çox gözəl. Bax, siz özünüzü layihədə necə gördünüz? Bax, təklif olunanda bu layihədə iştirak etmək necə qarşıladınız? Tərəddüd oldu yoxsa elə anında qərar verdiniz ki, iştirak edəcək? Yox, anidən qərar verdim. Tərəddüd olmadı. Sağ olsun müəllimimiz sayəsində. Əvvəla mən də salamlayıram hamını, bayramın mübarək deyirəm hamıya. Mən Əlizadə Nihal 3-cü kurs tələbəsi, Teatr Sənət Fakültəsində oxuyuram. İnşallah mən də, nə deyim, Tarixi mövzulara yenə müraciət olunsa, dəvət alsanız, davam olacaq? İnşallah olar, təbii ki. Deməli, bu harada sizin ruhunuza da yaxındır. Bəli, Tarix, əlbəttə ki. bu obrazları canlandırmaq. Nəyə görə deyirəm, özünüz çox gəncsiniz və bir sıra hallarda gənclər daha çox nəyə üstünlük verirlər? Müasir tərzdə yazılan senarilərə, qoyulan tamaşalara və s.
Amma siz nə yaxşı ki, tarixi də sevirsiniz və canlandırırsınız obrazı. Və ilk səhnədə ilk addımları bu tələbələrin eyni zamanda bax İçəri şəhər muzey mərkəzi oldu. Yəqin ki, ora indi turistlər və digər əlbəttə ki, ziyarətçilər gəlirlər və onların qarşısında çıxış etmək bu özü bir məsuliyyətdir. Hələ bugün səhəri demirik, canlı efir demirik. Bizim üçün çox xoşdur, yəni onların qarşısında çıxış eləmək, tariximizi onlara göstərmək. Belə. Görək Seyid Yəhya nə deyəcək? Bakuvi, bəli, Bakuvi nə söyləyəcək? Buyurun. Mən də dostlarıma qatılıb ilk öncə bütün Azərbaycan xalqını o çərşənbəsi münasibəti ilə təbrik edirəm. İkinci kurs tələbəsiyəm, Teatr Sənət Fakültəsi, aktyor sənəti ixtisasında təhsil alıram. Bu tamaşa həqiqətən də Azərbaycan tarixini 1441-ci il, 15-ci əsrlərə təsərrüf edir. Turistlər gəlir və bizim xalqımızın həmin o tarixi yerlərin canlandıranda biz obrazları həqiqətən də onlara xoş olur. Çünki yalnız o yerləri görmək bəs etmir. O yerlərdə yaşamış şahı, şahın vəzirini, şahın həyat yoldaşı Xanikə Sultanı, yəni orada yazılanları öz gözləri ilə görmək daha xoşdur. Şahzadəsini o vaxt elə deyirlər. Baxın, Əminə xanım, çox gözəl təşəbbüsdür və elə biz özümüzdə o tarixi sehirli məkanlarda olanda sən yəqin təsdiq edərsən ki, maraqlı gəlir. Bəs görürsən əsrlər əvvəl burada necə davranırlar, hansı geyimlərdə olurlar, onlar necə addımlayırlar, necə yaşam tərzləri var idi, onların arasında münasibət necə idi, hətta baxışları, mimikaları, jestləri belə göz önündə canlanır. Amma bugün artıq, bax hələ bu layihə çərçivəsində onları görmək, seyr etmək, şahidi olmaq mümkündür və həqiqətən də bütün şəklin və bizim dilimizlə desək, həmin o videonun yaranması sanki bu tamaşa kiçicik səhnə vasitəsilə reallaşır. Həqiqətən gözəl təşəbbüsdür. Siz özünüz də görürük. Təbliğatın bir formasıdır. Görürük, son dərəcə milli mənəvi dəyərlərimizə önəm verirsiniz. Hətta sizin aksesuarınızda mən diqqət elədim. Orada nar simvolu var. Bəzək əşyalarınızda da millilik hiss olunur. Bu, Azərbaycana, Azərbaycançılığa, vətənimizə və mədəniyyətimizə olan hörmətdən, izzətdən irəli gəlir ki, layihə şəklində də baxalı bilirik ki, bu layihənin ərsəyə gəlməsində sizin də böyük əməyiniz var. Dərin təşəkkür edirik. Çox sağ olun. Mən bir də təşəkkür etmək istəyirəm bugün bura dəvət etdiyiniz üçün bizi və bir də yenə hamını İçəri şəhərə dəvət etmək istəyirəm. Doğrudan da İçəri şəhər. İnanın gələcəyik. Tariximiz yaşayan hər bir daşında İçəri şəhərin bizim tariximiz sanki dondurulmuşdur və tariximiz yaşayır. Biz də muzey işçiləri hər zaman bu tarixi çalışırıq yaşatmağa. Mən bir də Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinə də təşəkkürümü bildirmək istəyirəm. Bu uşaqlar doğrudan da çox istedadlıdır. Biz əminik ki, bir neçə illərdən sonra onların səsi, onların sorağı dünya səhnələrindən gələcək. Və mən görürəm ki, hiss edirəm ki, onların özlərində də yəni maraq var. Böyük həvəssiz var səhnəciyə. Doğrudan da Halilullah birinci bizim tariximizdə yer tutan, önəmli yer tutan bir Şirvanşahdır ki, İçəri şəhərin ərazisində tikilən bir neçə hamam, bir neçə karvansaray məhz onun vaxtında tikilib və biz hər zaman Şirvanşahların dövlətinin tarixini çalışırıq ki, təbliğ edək Şirvanşahlar sarayında. Və biz bilirik ki, bu sistemli xarakter daşıyır. Təkcə bayramlarda, ərəfədə, həmin günlərdə deyil, il boyunca bu tədbirlər gerçəkləşir. Elə növbəti söhbətimizi xatırlarsansa, bunu deməyə əsas verir. Bəli, biz bu barədə danışacağıq Əminə xanımla. Soruşacağıq ki, əlbəttə ki, bax, qarşıdakı Novruz günlərində şübhəsiz ki, bütün dünyadan turistlər axışacaq, gələcək İçəri şəhər. Yenə də üzünü, qapılarını açacaq bu böyük bir auditoriyanın üzünə. Hansı layihələr gözlənilir? Ümumiyyətlə, hazırlıq necədir? Bu barədə biz danışacağıq. Biz bilirik ki, ilbəil bu fərqlilik hiss olunur mövzu eyni olsa da. Bir neçə andan sonra. Bir neçə andan sonra gözəl bir musiqiyə bu dəqiqələrdə biz meydanı vermək istəyirik. Aşıq Əhliman Sədəfli sazında gözəl bir ifa edəcək. Məmnuniyyətlə dinləyib tamaşa edək.
senin yanağının hansı çiçekte gülde var? Rengi senin yanağının hansı çiçekte gülde var? Şirinliği söhbətinin hansı ağızda dilde var? Şirinliği söhbətinin hansı ağızda dilde var? Hansı ağızda dilde var? Hansı ağızda dilde var? Sen girende donan dona tavus kalır yana yana. Senin kimi güzel solar, senin kimi güzel solar. Hansı deryada gölde var, hansı deryada gölde var. Hansı deryada gölde var, hansı deryada gölde var. Kara kaşın keman yağı, kara kaşın keman yağı. Göyde heyran edip ay, göyde heyran edip ay, göyde heyran edip ay. Aslı teh maralın tayı, aslı teh gözenin tayı. Hansı mahalda yerde var, hansı mahalda yerde var, hansı mahalda yerde var, hansı mahalda yerde var. Abela bu əsirdə mənə məcnun deyirlər, sevib sevilməkdən söz düşən kimi. Bu əsirdə mənə məcnun deyirlər, sevib sevilməkdən söz düşən kimi. Ciyərlərim xal-xal olur sevgidən, qara şanələrə göz düşən kimi. Eşqidə od da var, duman da səndə. Eşqidə od da var, duman da səndə. Aşıqəm bu yoldan dönmərəm mən də. Say gör neçə yaram var bu sinəmdə. Say gör neçə yaram var bu sinəmdə. Güllə yarasından iz düşən kimi sənə nənəm qurban, sənə nənəm qurban, sənə nənəm qurban. Ah əmən, ay can verin. Sənin tək gözəlin tayı hansı mahalda yeldə var? Sənin tək gözəlin tayı hansı mahalda yeldə var? Gözəl ifadə. Bəli. Amma Eminlə Güneşten karnı açılır. Güzeller güneşten mikrofon. İcazə verin biz bu mikrofonu sizə təqdim edək. rahmetli ustadımız Aşık Buyurun. Ahmet der ki, ustadımız Aşık Ahmet der ki, güzeller güneş tek alnı açıqdır. Çirkinler adamla bürünər ancaq. Yarasa eybəcər yaratlığından adətdir geceler görünər. Sizin hamınız ləyaqətli xanımlar. Təşəkkür Gözəllər edirik. səhər çağında Eşq olsun Əmim müəllim, sizə də. Sizə qüvvət. Təşəkkür edirik. Biz Amma təşəkkür bayaq edirik. elə siz ifa edəndə çox gözəl ifadə. Eminlə elə ikimiz də eyni Sinkron. sualı sinkron olaraq Bir-birimizə verdik. ünvan. Nəyə nənəm qurban? Nənə- Nəyə nənə görə yazıqdır. nənəm qurban? Elə özün qurban olsun da. Der ki, sen anam kurban o düzgündür. Ananı Mümkün onlar deyil. biraz
aşağı bilirlər. Amma nənəm qurban. Nənə olar. Teşekkür ederiz. Biz minnəttarıq sizə. Yəqin ki, tələbələr gördükdə siz də sevindiniz. Tələbələrimiz bizim Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələridir. Kafedra müdüründə əminəm ki, gözəl, ləyaqətli tələbələr. dəhlizlərdə, dərslərdə tez-tez görürsünüz. Biz minnəttarıq sizə və sənət Təşəkkür dostlarınıza. edirik. Çox sağ olun. Əminə xanım, bəli, Novruz günlərini yaşayırıq və İçərişəhər Muzey Mərkəzi daha hansı layihələrlə Novruza hazırlaşıb? Çox sağ olun sualınıza görə. Aşıq sözündən sonra adamın əhval-ruhiyyəsi qalxır. İçərişəhər Muzey Mərkəzi bir neçə yeni layihə hazırlayıb ki, biz bu yaz aylarında mütləq onları təqdim edəcəyik. Əvvəla siz bilirsiniz ki, bizim yeraltı hamamımızın açılışı gözlənilir. 2016-cı ildə İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğunun tərəfindən keçirilən arxeoloji qazıntılar zamanı Qala divarının yanında, yəni Qoşa Qala qapısının yanında bir hamam, yeraltı hamam əşkar edildi və artıq 3 ildir ki, orada bərpa işləri, konservasiya və bərpa işləri aparıldı və başa çatdırıldı ki, biz onu kütləyə təqdim etməliyik, yəqin ki, yəni bu ayın sonunda. Çox maraqlı bir hamamdır. Alimlər hesab edirlər ki, bu 17-ci əsrə aid olan bir hamamdır və biz bilirik ki, 17-ci əsrlərdə yaşayan türk səyyahı Övliyə Çələbi öz səyahətnaməsində də vurğulayır ki, o 17-ci əsrin ortalarında o Bakıya buyurmuşdu, Əşrəf xanın toyuna qonaq idi və orada yazır ki, bu Qala divarının yanında bir hamam var idi, Şirin hamamı. Yəni onun suyu şirin idi və bu hamam çox xoş idi. Biz hesab edirik ki, ola bilər ki, məhz bu hamamdan elə söhbət gedir. Və ümumiyyətlə Abşeronun orta əsrlərin memarlığında biz görürük ki, hamamların çoxsu yeraltı hamamlardır. Çünki onların isitmə sistemi yerin altında qurulmuşdur. Məncə yəni çox maraqlı bir layihədir və bizim bir dənə də yəni tarixi abidəmiz artdı. Bakı xanların iqamətgahı, yəni onun açılışı da gözlənilir may-iyun aylarında və bir önəmli, yenə də tariximiz üçün çox önəmli bir layihə, böyük bir sərgi gözlənilir. Mədəniyyət Nazirliyi ilə birlikdə İçərişəhər Dövlət Tarix Memarlıq Qoruğu və Əskəri Muzeyi ilə birlikdə Azərbaycan hökmdarları silsiləsindən 15-ci əsrlərdə hakimiyyətdə olan Ağqoyunlu dövlətinin hökmdarı Uzun Həsənə aid olan bir sərgi olacaq və Uzun Həsənin dünyada unikal zirehli geyimi Əskəri Muzeyində qorunub saxlanılan Bakıya gətiriləcək. Çoxlu layihələrimiz çoxdur. Biz də bu layihələrdən studiyamızda sizi qarşılamağa çox xoş olacaq bizə və əlbəttə ki, yaradıcı qrupumuz da həmin məkanda olacaq. İşıqlandıracaq mövzuları. Həmçin yanınızdayıq. Təşəkkür edirik. Mədəniyyət kanalı bizim üçün əziz və sevimli doğma kanaldır. Biz hər zaman hazırıq, sizinlə bölüşək öz xəbərlərimizlə. Biz təşəkkür edirik. Həmişə olduğu kimi maraqlı həm söhbət oldunuz. Amma məxsusi olaraq mən bir məqamı xatırlatmaq istərdim. Siz söhbətinizin əvvəlində Əliağa Vahidə istinad etdiniz, o çərşənbəsi ilə əlaqələndirdiniz, o kəlamları söylədiniz və sonra söhbətə başladınız. Nadir hallarda bizim etiraf edək ki, həm söhbətlərimiz bax bu cür məsuliyyətlə, sevgi ilə, maraqla yanaşır proqrama, layihə, səhər çağına, amma siz bunu etdiniz. Buna görə xüsusi təşəkkür edirik. Dostlar, sizə minnəttarıq, uğurlar diləyirik. Və əlbəttə ki, növbəti verilişlərimizdə yeni layihələrlə bir daha studiyamızın qonağı olacaqsınız. Bu dəstəyi biz sizə göstərəcəyik. Necə ki, əsas dəstəyi sizə Əminə xanım və İçərişəhər Muzey Mərkəzi göstərir. Əziz tamaşaçılarımız, bizim isə bu bölümdə söhbətimiz bu qədər və daha bir musiqiyə veririk meydanı. Orxan Mirnatiqoğlu səhər boyunca bizimlə birlikdədir və hazıra daha bir ifasını təqdim etməyə hazırdır. Buyurun.
Coşqulu, enişli, xoşa gəlimli bir Azərbaycan musiqi incisi. Qədimdə odları qalayardılar və məlumatları uzaq məsafələrə ötürərdilər. Bu Bəli. səhər isə biz Azərbaycan televiziyasının cihazlarından və avadanlığından yararlanıb səyyar studiyamızda Beynəlxalq Muğam Mərkəzindən od çərşəbəsində sizi salamladıq. Maraqlı həmsöhbətlərimizlə, dəyərli ziyalılarımızla, xoşa gəlimli ifalarla sizin ovqatınızı dəyişdik. Yəqin ki, yaxşıya doğru arzu edirik ki, bugün qalanan ocaqlar hər zaman şöylələnsin və heç vaxt qaralmasın. Ətrafında bax, bu cür gözəl insanlar toplarsınlar. Bəli, bayram tonqallarınız gur yansın, əziz tamaşaçılarımız. Od çərşənbəniz mübarək olsun. Həmişə bayram ovqatında olasınız. Bu səhər çağını mən Bahar Təravətli həmkarım Nəcibə ilə birlikdə canlı telefirdə sizə təqdim etdim. Ürəyinizcə oldusa, yenidən görüşənədək deyirik və proqramımızı daha bir xoşa gəlimli ifa ilə bitirmək Bəli, fikrindəyik. Respublikamızın əməkdar artisti Zakir müəllim